19-cu əsrdə Azərbaycan mədəniyyəti. Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunması, xalqın iki dövlət arasında bölüşdürülməsi, yəni Qacar və Rus arasında bölüşdürülməsi, digər bütün sahələrdə olduğu kimi mədəniyyətdə də öz təsirini göstərirdi. Rusiya müstəmləkə siyasətinə uyğun olaraq Azərbaycanda elm və təhsilin səviyyəsinin yüksəlməyini istəmirdi. Müxtəlif bəhanələrlə mədəni inkişafı ləngitməyə çalışırdı. Buna baxmayaraq 19-cu əsrin ikinci yarısında mədəniyyətin bütün sahələrində irəliləyiş və yeniliklər baş verir. Çünki Azərbaycanın övladları xarici ölkələrdə təhsil alıb, maariflənib, yenidən ölkəsinə gəlib, ölkəsini maarifləndirirdi və bunun nəticəsində Azərbaycanda təhsil, elm, incəsənət sahələri inkişaf etməyə başlayır. Təhsil. Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra biz qeyd etmişdik ki, Çar hökuməti özünə, öz mövqelərini, iqtisadi və siyasi marağını və mövqesini burada möhkəmləndirməyə yardım edəcək olan, buna qadir olan məmurlar ordusu hazırlamağa başlayır. Yəni insanları yetişdirməyə çalışırdı ki, onlar burada ona xidmət etsinlər və o da burada kök salıb möhkəmlənsin. Bunu təmin etmək üçün təbii ki, ilk növbədə bu təhsildən başlayır. İnsanları bu istiqamətdə təhsilləndirməyə çalışırdılar və bunu eləmək üçün xalq təhsili sisteminin tətbiqi zərurəti, yəni məcburiyyəti meydana çıxmışdı ki, Çar bunu təhsil vasitəsilə etmək məcburiyyətində idi. Çarın Azərbaycandakı məktəb siyasəti özünün mənfi xüsusiyyətləri ilə bərabər Rusiyanın milli müstəmləkə siyasətinin də bir hissəsidir. Yəni bizim təhsilimiz də müstəmləkə sisteminə uyğun şəkildə həyata keçirilirdi. Bu hökumətin məktəb siyasətinin əsasında irticaçı, pravoslavlıq, mütləqiyyət və xalqçılıq prinsipi dayanırdı. Ruslaşdırma siyasətinin tərkib hissəsi olan təhsil sahəsində Çar hökumətinin əsas məqsədi imperiyaya sədaqətli şəxslər yetişdirmək idi. Buna baxmayaraq, o Rusiya, yəni özü də istəmədən Azərbaycan xalqının yeni mütərəqqi yolla təhsil alması üçün zəmin hazırlamış olur. Bu dövr Azərbaycan xalqının maarifçilik tarixində ibtidai rus məktəblərinin təşkili ilə yanaşı, ənənəvi təhsil formalarının inkişafı ilə də xarakterizə olunurdu. Azərbaycanda yaşayan digər xalqlar kilsə və xüsusi məktəblərdə təhsil alırdılar. Çar hakim idarələri xüsusi məktəblərin fəaliyyətinə imkan versə də onların üzərində çox ciddi nəzarət qoymuşdu. Ruhani məktəblər, yəni mədrəsələr daha ciddi nəzarətdə saxlanılırdı. Cənubi Qafqaz məktəbləri haqqında 1829-cu ildə verilən əsasnamə ilə ibtidai dövlət məktəblərinin yaradılmasına başlanılır. Əsasnaməyə uyğun olaraq 1830-cu ildə Şuşada ilk qəza məktəbi yaradılır. Beləliklə imperiya məqsədlərinə xidmət eləsə də, Azərbaycanda Avropa tipli dünyəvi məktəbin yaranması artıq mütərəqqi bir hadisə oldu. Yəni Azərbaycanda Avropa tipli dünyəvi ilk məktəb Şuşadakı ilk qəza məktəbi idi. Bunun qərarı isə 1829-cu ildə verilmiş əsasnamə idi. Bunun ardınca, yəni Şuşadan sonra İrəvan və digər Şimali Azərbaycan şəhərlərində də qəza məktəbləri fəaliyyətə başlayır. İlk vaxtlar qəza məktəblərində azərbaycanlı uşaqların sayı az idi. Çünki bu dövrlərdə Azərbaycanın qəza məktəblərində əsasən rus məmurlarının uşaqları təhsil alırdı. İllər ötdükcə dövlət xidmətinə daxil olmağa yol açan rus təhsilinin vacibliyi, ən başlıca da iqtisadi tələbat artıq məcbur eləyir ki, yerli əhalidən olan uşaqlar da rus məktəblərinə daxil olmasına icazə verilsin və maraq yaransın. Bütövlükdə Azərbaycandakı rus məktəblərinin proqramı tamamilə müstəmləkə siyasəti mənafeyinə tabe edilmişdi. Yəni, qəza məktəbləri gələcəkdə Cənubi Qafqazın idarə olunması üçün kadrlar hazırlanmasını nəzərdə tuturdu. Bu məktəblərdə təhsil rus dilində aparılsa da Azərbaycan dilində tədris edilirdi. Çünki Rusiya Qafqazda əsas ünsiyyət vasitəsinin Azərbaycan dili olduğunu bilirdi. Hətta Azərbaycan dilində dərsliklər də hazırlanmışdı. Bütün bunlar hamısı öyrətdiklərini insanlara çatdıra bilməkdir. Çünki Azərbaycan dili Qafqazda, Cənubi Qafqazda istifadə olunurdu və Rusiya da məcbur idi ki, bu dildə öyrətdiklərini, yəni çatdıra bilmək üçün bu dildən istifadə etsin. Rusiya hökuməti din xadimlərinin xalq arasında xüsusi hörmətə və nüfuza malik olduğunu bilirdi. Əhalini də bu yolla əldə saxlaya biləcəyini bilirdi. Ona görə də 1849-cu ildə Gəncə, Şuşa, Şamaxı və Bakıda Rus hökumətinə sadiq olacaq ruhani şəxslərin hazırlanması üçün müsəlman məktəbləri yaratmağa başladı. Şimali Azərbaycanda ibtidai təhsil verən digər təhsil müəssisələri məscidlərin nəzdində yerləşən məktəblər, mollaxana və mədrasələr idi. Belə məktəblərdə zümrə fərqi qoyulmadığına görə müxtəlif təbəqələrdən olan oğlan uşaqları bir yerdə oxuyurdular. Onu qeyd edək ki, bu dövrdə bütün məktəblərdə, yəni qızlar oxumurdu. Hələ qızlar təhsil almır, ancaq oğlanlar təhsil alırdı.
Və mollaxana təhsil alanlar içərisində bizim tanıdığımız Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Mirzə Ləhbər Sabir kimi şəxsiyyətlər çıxmışdı ki, onlar xalqını maarifləndirməyə, oyatmağa çalışan şəxslər idi. 19-cu əsrin ikinci yarısında Azərbaycanda məktəblərin sayının müəyyən qədər artmasını, təhsil səviyyəsinin yüksəlməsini zəruri edən amillər var idi. Bunlardan kapitalist iqtisadiyyatın inkişaf etməsi, ixtisaslı fəhlələrə tələbat və təhsilli mütəxəssislərə tələbatın olması. Yəni tələbatın olması artıq məcbur edirdi ki, burada məktəblərin sayı artsın. 19-cu əsrin ikinci yarısında ölkədə islahatlar aparılmışdı. Bu islahatlardan sonra həmçinin iqtisadiyyat da yüksəlməli idi. Ona görə də təhsil sisteminin yenilənməsinə artıq ehtiyac var idi. 1872-ci il əsasnaməsi ilə Şimali Azərbaycanda bütün qəza məktəbləri 6 illik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrildi. Yəni 1829-cu ildə verilmiş əsasnamə ilə yaradılan qəza məktəbləri artıq çevrildi. 6 illik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrilir. 1874-cü ildə ibtidai məktəblər haqqında verilən əsasnamənin nəticəsində Azərbaycanda kənd əhalisi üçün də məktəblər yaradılır. Yəni kəndlilər də artıq təhsil almağa başlayır dövlət tərəfindən yaradılmış müəssisələrdə. Kəndli uşaqlarının oxumasının nəzərdə tutulan bu məktəblərdə təhsil yalnız rus dilində aparılırdı. Xalq məktəbləri kimi tanınan bu təhsil müəssisələri kənd cəmiyyətlərinin vəsaiti hesabına fəaliyyət göstərdi. Yəni bir növ kəndin içərisindəki idarəçi onun bütün xərclərini ödəyirdi. Dövlət heç bir yardım etmirdi. Və eləcə də bu məktəblərdə təhsil rus dilində idi, Azərbaycan dilində deyildi. Amma şəhər məktəblərində Azərbaycan dilində öyrədilirdi. Şimali Azərbaycanda gimnaziya tipli ilk rus dilli orta təhsil müəssisəsi 1865-ci ildə Bakıda açılmışdı. Deməli, ilk gimnaziya 1865-ci il Bakıda. Qadınlara orta təhsil vermək üçün isə 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı. Təhsil pullu idi və universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya məzunlarına verilirdi. Digər məktəblərdəkilər universitetlərə qəbul ola bilməzdi. Orta məktəblərdə də təhsil pullu idi. İbtidai və orta məktəblərin sayının artması müəllim kadrlarına ehtiyacı artırırdı. Ona görə də 1876-cı ildə Gürcüstanın Qori şəhərində Cənubi Qafqaz müəllimlər seminariyasının yaradılması, Mirzə Fətəli Axundzadənin və Çernyayevskinin səyləri nəticəsində 1879-cu ildə isə onun Azərbaycan şöbəsinin açılması müəllim çatışmazlığı problemini müəyyən qədər azaldır. Yəni 1876-cı ildə Qori müəllimlər seminariyası açılır Gürcüstanda. 1879-cu ildə isə onun içərisində Azərbaycan dilində təhsil verən şöbə açılır. Seminariyanın Azərbaycan şöbəsinin məzunları arasında Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi nadir şəxsiyyətlər də olmuşdu. 1881-ci ildə İrəvan müəllimlər seminariyası açılır ki, bu da təhsilin inkişafına təbii ki, şərait yaradır. 19-cu əsrin ikinci yarısında Azərbaycan mədəniyyət tarixində yeni ziyalı nəsil meydana çıxır. Avropanın və Rusiyanın ali məktəblərini bitirən gənclər geri qayıdır və öz vətənində xalqının maarifləndirilməsi, milli məktəblərin təkmilləşdirilməsi, yeni tipli dünyəvi təhsil müəssisələrinin yaradılması üçün fədakarlıq göstərirlər. Bir növ mübarizə aparırlar. Onların arasında Həsən bəy Zərdabi, Ağa bəy Yadigarov, Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər görkəmli şəxslərin adını çəkə bilərik ki, bunlar Azərbaycanın tarixinin sonrakı mərhələlərində, hətta açıq-açıq desək, Xalq Cümhuriyyəti dövründə də onların yeni bir dövlət qurduğunu görmüş oluruq. Milli burjuaziyanın görkəmli nümayəndələri bu dövrdə müsəlmanlar üçün dünyəvi məktəb yaradılması uğrunda gedən hərəkata başçılıq edirdi. Fəhlə təbəqəsi içərisindən çıxan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov təhsilin vacibliyini və əhəmiyyətini şəxsi həyatlarının timsalında bilirdilər. Ona görə də öz qazanclarını Azərbaycan xalqının təhsil alması üçün də istifadə edirdilər. Milli burjuaziya nümayəndələri həmçinin Çarizmin Azərbaycanda təhsil sahəsində yürütdüyü ruslaşdırma siyasətinə qarşı da mübarizə aparırlar. Çünki ruslaşdırma siyasəti bizim milli kimliyimizi unutdururdu. Məhz Avropa təfəkkürlü milli ziyalıların və tərəqqipərvər milli burjuaziyanın vəhdətdə olması Azərbaycanda təhsil və mədəniyyətin inkişafına şərait yaradır. Yəni ziyalılarımızın Avropada təhsil alıb Avropa təfəkkürünü görüb gəlməsi və milli burjuaziyamızın da tərəqqipərvər, yəni inkişafa açıq olması, bu ikisinin bərabər miks, qarışıq olması Azərbaycanda təhsil və mədəniyyətin inkişafına şərait yaradır. Yəni əgər onlar olmasaydı, Azərbaycan xalqı yenə də cahil, heç bir şeydən xəbəri olmayan, Rusiyanın müstəmləkəsi və boyunduruğu, yumruğu altında əzilən bir kəndli olaraq yaşamağa davam edəcəkdir. Üsul-i Cədid məktəblərində tədris yeni üsulla aparılırdı. Bu məktəblərdə ilk dəfə olaraq elmi biliklər ana dilində tədris olunmağa başlayır. Bu məktəblər ümumi
Müasir dövrdə necə kurikulum çıxdı? Kurikulum yeni bir tədris sistemi idi, tədris üsulu idi. Bu dövrdə də yaranmış üsul icadət məktəbləri yeni bir üsul idi. Bu məktəblərdə deməli ilk dəfə ana dilindən tədris olunmağa başlayır. Daha sonra burada əzbərləmə deyil, şuurlu mənimsəmə tətbiq olunur. Yəni zorla əzbərlətmirdilər, mənimsəməyə çalışırdılar, anlamağa çalışırdılar. Müasir tədris avadanlıqlarından istifadə olunurdu. Yəni qlobus var idi, parta var idi. Bu tipdə yeni müasir avadanlıqlar var idi. Beləcə də şagirdlərlə daha yaxşı rəftar olunurdu. Onlara insan kimi də davranılırdı və bədən cəzaları, fiziki cəzalar verilmirdi. Üsul İcadət adını almış bu məktəblərdən birini Azərbaycan şairi Seyid Əzim Şirvani ilk dəfə 1869-cu ildə Şamaxıda açmağa nail olmuşdu. Üsul İcadət məktəbi ümumiyyətlə ilk dəfə Şamaxıda 1869-cu ildə olub. Bundan sonra Mir Məhsud Nəvvab Şuşada, Məmməd Tağı Sidqi Naxçıvanda, Mirzə Həsən Rüşdi isə Təbrizdə üsul icadət məktəbləri yaratdılar. Bir də filialları yaranmış oldu. Bakıda 1887-ci ildə Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyov ilk dəfə Rus-Tatar, yəni Azərbaycan məktəbini açdılar. Baxın, Tatar kim idi? Demişdik ki, bu dövrdə Ruslar Azərbaycanlıları Tatar adlandırırlar. Nə Azərbaycanlı, nə də Türk demirdilər. Çünki kimliyimizi unutturmağa çalışırlar. Ona görə bizi Tatar adlandırırlar. Ona görə də bu Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun açdığı məktəb Rus-Tatar məktəbi adlanır. Rus-Azərbaycan məktəbi bir növ. Əsas məqsədi Azərbaycanlı şagirdləri orta məktəbə hazırlamaq olan bu tədris müəssisəsində Azərbaycan dili məcburi fən kimi keçirilirdi. Fikir verirsinizsə, məktəblər bu dövrdə bizim milli ziyalılarımız tərəfindən güc bəla ilə mübarizə şəraitində açılır. Yəni ruslar 1-2 dənə yenilik eləyiblər, amma yerdə qalanların hamısını bizim öz ziyalılarımız edirdi. Azərbaycanda savadlı insanların artması ilə artıq kitabxana və qiraətxanalara ehtiyac yaranır. Deməli, insanları təhsilə yönəltdikcə müəllimə ehtiyac yaranır. Müəllimləri də təşkil etdikdən sonra artıq ziyalı insanlar artmağa başlayır. Ziyalı kütləsinin artması ilə kitabxanalara ehtiyac yaranır. Ona görə də dövlət təhsil müəssisələrinin nəzdindəki kitabxanalarla yanaşı ictimai və xüsusi kitabxanalar da açılmağa başlayırdı. Bakıda 1894-cü ildə Nəriman Nərimanov tərəfindən təşkil olunan ilk Azərbaycan qiraətxanası Azərbaycanın mədəni həyatında çox mühüm rol oynamışdı. Qiraətxana kitab və çap materialları oxumaq üçün olan yerdir. Bir növ müasir kitabxana. Elm, qabaqcıl ziyalılar Avropa mədəniyyəti ilə tanış olması ilə Azərbaycanda fəlsəfə, filologiya, coğrafiya, astronomiya elmlərinin inkişafına şərait yaranır. Tarix elmi xüsusilə seçilirdi. Bakı xanlarının nəslindən olan Abbasqulu Ağa Bakıxanov ümumi şəkildə vətən tarixini qələmə almış ilk şəxsiyyətdir. Onun deməli bu tarixi çoxillik axtarışlarının nəticəsində 1841-ci ildə Gülüstan-ı İrəm əsəri ortaya çıxır. Gülüstan-ı İrəm əsəri ümumiyyətlə Manna dövlətinin yaranmasından, yəni qədim dövrlərdən ta 1813-cü il Türkmənçay müqaviləsinə qədər Azərbaycan tarixini ümumi şəkildə bərabər qələmə alan ilk əsər idi. Yəni bu vaxta qədər o demək deyil, bu barədə məlumat yox idi, var idi. Sadəcə olaraq hissə-hissə biri Mannadan yazırdı, biri Albaniyadan yazırdı, biri məsələn Atropatenodan. Amma bu ilk dəfə Abbasqulu Ağa Bakıxanov bütöv hamısını bərabər sistemli şəkildə bir əsərin içərisinə yığmışdı. Abbasqulu Ağa Bakıxanov əsərin giriş hissəsində yazırdı ki, tarix biz xalqın təhsil dərəcəsi və onun əxlaqı ilə birgə yaşayışın faydası ilə tanış edir. Buna görə də onu ali mənəvi elmlərdən biri hesab etmək lazımdır. Fəlsəfi fikrin inkişafında Abbasqulu Ağa Bakıxanovun xüsusi xidmətləri olmuşdu. Alim əxlaqi təfəkkür və məntiqi mühakimə qabiliyyətini tərbiyə və təhsilin məhsulu hesab edirdi. O insanın şəxsi həyatında və elmi yaradıcılığında ləyaqət və düzgün düşünmənin əhəmiyyətini vurğulayırdı. Bu dövrdə Azərbaycan ayrı-ayrı xanlıqlarının tarixi üzrə salnamələr meydana gəlirdi. Bu salnamələrdə əsasən həmin bölgələrin siyasi hadisələri işıqlandırılırdı və Azərbaycan ümumi tarixini yaratmağa cəhd göstərilmir. Yəni hər birini ayrı-ayrılıqda qeyd edirdilər. Buna baxmayaraq salnaməçilərin əsərləri tarixi biliklərin artmasına və yayılmasına kömək edirdi. Xanlıqların tarixini yazanlar Mirzə Adıgözəl bəyin Qarabağnamə, Mirzə Camal Cavanşirin Qarabağ tarixi, Kərim Ağa Fatihin Şəki xanlarının müxtəsər tarixi və İskəndər bəy Hacınskinin Qubalı Fətəli xanın həyatı əsərləri mühüm yer tutur. 19-cu əsrin birinci yarısında coğrafiya sahəsində yeni əsərlər yaradılmışdı ki, dövrün ən məşhur coğrafiyaçısı Hacı Zeynalabdin Şirvani olmuşdu. Onun Səyahət bağı və digər əsərlərində Yaxın və Orta Şərq Hindistanı, Şimali Afrikanın coğrafiyası, etnoqrafiyası,
Tarixi, sosial, mədəni həyatı haqqında öz həmvətənlərinə qiymətli məlumatlar çatdırmışdı. Abbasqulu Bakıxanov da coğrafiya sahəsində də öz sözünü demişdi. O ümumi coğrafiya və natamam qalan Kəşfül Qəraib əsərlərinin müəllifi olmuşdu. Rus cəmiyyətində bu dövrdə şərq dillərinə və ədəbiyyata çox böyük maraq var idi. Bütün bunlar fars, türk və Azərbaycan ədəbiyyatına dair çoxlu tədqiqatların yaranmasına şərait yaradır. Rus şərqşünaslığının təşəkkül və inkişafında azərbaycanlı alimlərin də rolu olmuşdur ki, bunlardan biri Abbasqulu Bakıxanov idi ki, ilk elmi qrammatika tərtib etmişdi. Deməli, Abbasqulu Bakıxanov həm tarixçi, həm coğrafiyaçı, həm də şərqşünas alim olmuşdu. Abbasqulu Bakıxanovun Qanuni Qüds əsəri hökumət mükafatına layiq görülür və Rusiyada fars dilinin tədrisində istifadə olunurdu. Azərbaycan şərqşünas alimlərinin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında və inkişafında Peterburq və Kazan universitetləri böyük rol oynayırdı. Peterburqda Mirzə Cəfər Topçubaşov böyük şərqşünas alim kimi şöhrət qazanmışdı və 50-dən çox ali məktəblərdə fars və türk dillərində dərs demiş, Rus Arxeologiya Cəmiyyətinin şərq numizmatikası şöbəsinə başçılıq etmiş, Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü olmuşdu. Digər şərqşünas alim Mirzə Kazım bəy idi ki, o bütün yaradıcılıq fəaliyyəti Kazan və Peterburq universitetləri ilə bağlı olmuşdu. Mirzə Kazım bəyin əsərləri alman, fransız və ingilis dillərinə tərcümə olunub. O fars, ərəb, türk, rus, ingilis və fransız dillərində sərbəst yazır və oxuyurdu. Onun türk-tatar dilinin qrammatikası əsəri Demidov mükafatına layiq görülmüşdü və bu əsərində alim türk dili ilə yanaşı Azərbaycan dilinin də elmi prinsipləri və qaydalarını işləyib hazırlamışdı. Onun vəfatı münasibətilə yazılmış nekroloqda deyilirdi. Nə qədər ki, şərq haqqında məlumatlar işlənəcək, bu isə heç vaxt dayandırılmayacaq. Kazım bəyin adı hörmətlə çəkiləcək. Şərqşünaslıq aliminə verdikləri töhfələrə görə hər iki alim təkcə Rusiyada deyil, Avropada da tanınmışdı və hər ikisi Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Neft geologiyası ilə sıx əlaqədə neft kimyası da inkişaf edirdi. Neft işinin vəziyyətini öyrənmək məqsədi ilə 3 dəfə Bakıya gələn Mendeleyev Bakı neftini kimyəvi cəhətdən tədqiqinin əsasını qoymuşdu. 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərində müxtəlif elm sahələrində alimlik dərəcəsinə yüksələnlər Rusiyanın və Avropanın ali məktəblərinin məzunları idi. Yəni bizim vətənin övladları idi, amma Rusiya və Avropa məktəblərində təhsil alıb gəlmişdilər. Bakının neftdarma zavodlarında neftin kimyəvi emalı üzrə laboratoriyalar fəaliyyət göstərirdi. Strasburq Universitetində təhsil almış üzvü kimya sahəsində ilk Azərbaycanlı kimyaçı alim Mövsüm bəy Xanlarov neft kimyası üzrə ilk elmi laboratoriya yaratmış, Almaniyada təhsil almış, kimya doktoru dərəcəsinə yüksəlmişdi. Azərbaycanda biologiya və kənd təsərrüfatı üzrə biliklərin yayılması və inkişafı daha çox Həsən bəy Zərdabinin adı ilə bağlı idi. Həsən bəy Zərdabi Moskva Universitetinin təbiət elmləri şöbəsini bitirmişdi və Azərbaycana qayıtdıqdan sonra ictimai fəaliyyətlə yanaşı biologiya, kənd təsərrüfatı, təbiət biliklərinin yayılması istiqamətində də çalışmışdı. Ədəbi yaradıcılığa yeni münasibət, bədii və elmi əsərlərə Rus və Avropa tənqidçilərinin, alimləri tərəfindən verilən qiymətin təsiri altında yeni ədəbi tənqid və ədəbiyyatşünaslıq meydana çıxırdı. Azərbaycanda ədəbi tənqidin və ədəbiyyatşünaslığın əsasını Mirzə Fətəli Axundzadə qoymuşdu. Tənqid bizim müasir dildə bildiyimiz qınamaq, yəni yanlış olan, dövlətdə xalqa qarşı olan, yanlış olan, ədalətsiz olan sistemi, hər bir şeyi tənqid edirdilər artıq öz əsərlərində. Mətbuat. Dövrün ən mühüm hadisəsi Azərbaycan dilli mətbuatın meydana gəlməsi idi. Bu yolda Həsən bəy Zərdabi çox böyük zəhmət çəkir və 1875-ci il iyulun 22-sində Azərbaycanda milli mətbuatın əsasını Əkinçi qəzeti ilə qoyaraq ilk nömrəsini çap etdirmiş olur. Həsən bəy Zərdabi deməli Azərbaycanın xaricdə təhsil almış gəlmiş. Yəni Rusiyada təhsil almış ziyalılarından idi və Azərbaycan xalqını oyatmağa çalışırdı. Əkinçi qəzeti də məhz buna xidmət edəcəkdi. Ona görə də Həsən bəy Zərdabi çox mübarizə aparır və Əkinçi qəzetinin ilk nömrəsini 1875-ci ildə çap etdirir. Bu qəzet şərq dünyasında Avropa üsulunda dərc olunan ilk mətbuat orqanlarından biri idi. Yəni ilk dəfə Avropa üsulunda bir mətbuat orqanı var və bütün Qafqazda geniş əks-səda doğru, yəni səs salır Qafqaza. 1875-77-ci ildə işıq üzü görən Əkinçi qəzeti milli mətbuatın təməl prinsiplərini müəyyən etdi. Xalqı maarifləndirmək, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə nail olmaq, milli dili mədəniyyəti inkişaf etdirmək, demokratik ideyaları təbliğ etmək bu təməl prinsiplər və əsas məqsəd idi. 1877-ci ildə Rusiya Osmanlı ilə müharibəyə başlayandan sonra artıq Rusiya qorxur, ehtiyat edir ki, qəzetdə siyasi məsələlərə toxunulacaq. Ona görə də qəzeti bağlatdırır və qəzetin 2 il ərzində 56 nömrəsi çapdan çıxır.
Əkinçi nəşrini dayandırsa da, əsasını qoyduğu ideyalar davam edir. Yəni o hansı məqsədləri qarşısına qoymuşdu? Bu məqsədləri həyata keçirən başqa qəzetlər fəaliyyət göstərməyə başlayır. 1879-cu ildə Ziya adlı həftəlik qəzet nəşrə başlayır. Bir il sonra, yəni 1880-ci ildə qəzetin adı Ziya Qafqaziya adlanır. Tiflisdə nəşr olunurdu və Səid Əfəndi Ünsizadə tərəfindən nəşr edilirdi. Onun naşiri o idi. 1883-cü ildə isə Tiflisdə onun qardaşı Cəlal Ünsizadə Kəşkül qəzetini nəşr etməyə başlayır və Kəşkül qəzeti əkinçinin müəyyənləşdirdiyi istiqaməti, yolu davam etdirirdi. Ədəbiyyat 19-cu əsrdə ölkənin ədəbi həyatında da müəyyən canlanma baş verir. 19-cu əsrin birinci yarısında Azərbaycan ədəbiyyatında çoxəsrlik tarixə malik olan ənənələr davam etdirilirdi. Qədim Şərq ədəbiyyatına bağlı olan klassik romantik poeziya üstünlük təşkil edirdi. Amma buna baxmayaraq tənqidi realist nəsrdə təbii ki, qeyd etmişdik ki, 19-cu əsrdə yaranmışdı. Və bu dövrdə yenicə formalaşmağa başlayan maarifçilik ideyaları da əsərlərdə görünürdü. Xüsusilə də Bakıxanov və Mirzə Şəfi Vazehin yaradıcılığında bu xüsusi hiss olunurdu. Və satiranın yaranması ölkədə xanlıq üsul idarəsinin ləğv edilməsi və çar bürokratiya sisteminin yaradılması ilə bağlı olmuşdu. Azərbaycanda satirik şeirin görkəmli nümayəndələrindən biri Qasım bəy Zakir olmuşdu ki, satira o deməkdir ki, öldürücü gülüş, yəni tənqid edici gülüş. Gülüş kimi göstərir, amma orada bir tənqid var. O əsərlərində nəyi tənqid edir, nəyi gülüş hədəfinə çevirirdi? Əsasən çar məmurlarının ədalətsizliyini, qanunsuz hərəkətlərini, bəylərin özbaşınalığını, zülmkarlığını, xanələrin riyakarlığını ifşa eləyirdi. Ölkədə yaranmış ağır vəziyyəti, dözülməz bu halları göstərirdi. Bu dövrdə lirik poeziyanın digər görkəmli nümayəndəsi Mirzə Şəfi Vazeh idi. Azərbaycan ədəbiyyatında həm klassik şeir ənənələrini, yəni qədimdən başlayan o şeir ənənələrini, həm də yeni yaranmış satirik şeir cərəyanını inkişaf etdirən Seyid Əzim Şirvani idi. O Azərbaycanda tənqidi realizmin banisi hesab olunur. Yəni tənqidi realist nəsri o ilk dəfə gətirmişdi. Azərbaycan ədəbiyyatının maarifçilik ilk növbədə komediya janrında özünü göstərir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə hesab olunur və onun altı komediyası ilə milli ədəbiyyatımızda realizmin əsası qoyulmuşdu. Dramaturq komediyalarında dövrün mütərəqqi görüşlərini ifadə etmiş, insan zəkasına yüksək qiymət vermiş, şəxsiyyət azadlığı uğrunda mübarizə aparmışdı. 19-cu əsrin sonunda Azərbaycan dramaturgiyasına Mirzə Fətəli Axundzadə məktəbinin davamçıları Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdülrəhim bəy Haqverdiyev kimi istedadlı dramaturqlar idi ki, onlar başlayırlar və Cəlil Məmmədquluzadə bu dövrdə Danabaş kəndinin əhvalatları povestini yazır ki, Azərbaycan kənd həyatına məxsus olan xüsusiyyətləri burada açıq göstərir. O, Azərbaycan ədəbiyyatına realist hekayəçiliyin əsasını qoymuşdur. Bu dövrdə satirik poeziyanın inkişafında Mirzə Ələkbər Sabirin də çox böyük rol olmuşdu. Azərbaycan ədəbiyyatında xalq şeiri üslubu mühüm nailiyyətlər əldə etmişdi. Zəngin və çoxəsrli tarixə malik olan şifahi xalq ədəbiyyatı, xüsusən aşıq şeiri geniş inkişaf edirdi. Aşıq şeiri və dastanlarında xalq həyatı, onun adət-ənənələri tərənnüm olunurdu və eləcə də istək və arzular qələmə alınırdı. Aşıq poeziyasında Aşıq Əli, Aşıq Ələsgər və Molla Cümə kimi aşıqların məhəbbət mövzusunda lirik şeirləri, qoşmaları, gərayları yazılmış və aşıq poeziyasının inkişafında mühüm rol oynamışdılar. 19-cu əsr Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsr yaradılır. Onun ilk nümayəndəsi İsmail bəy Qutqaşınlı idi ki, Rəşid bəy və Səadət xanım hekayəsini yazır. Fransız dilində yazılsa da Azərbaycan ədəbiyyatında da yeni tipli nəsrin tarixi məhz bu hekayə ilə başlayır. İncəsənət və memarlıq 19-cu əsrdə Şimali Azərbaycanda xalq aşıq musiqisi ilə üzvü şəkildə bağlı olan musiqi folkloru daha da inkişaf edir. Aşıqlar tərəfindən böyük ustalıqla ifa edilən əsərlər xüsusilə geniş yayılmışdı. 19-cu əsrdə muğam ifaçıları içərisində Cabbar Qarayağdıoğlu, Hacı Hüsü, Xarrat Qulu xüsusilə seçilirdi. Bu dövrdə Şimali Azərbaycanda təsviri sənətdə də realist meyllər inkişaf edirdi və Şimali Azərbaycanın böyük rəssamı Mirzə Qədim İrəvani, gənc qadın portreti təsviri sənətdə realist meyllərin inkişaf etdiyini göstərirdi. Həmçinin o İrəvanda Xan sarayının bərpasına çalışıb, binanın divarlarında oturan qadın Abbas Mirzə portretlərini çəkmişdi. Mir Möhsün Nəvvabın əsərləri sadəliyi ilə fərqlənirdi. Məşhur Azərbaycan şairi Xurşidbanu Nativanın rəsmlərində də realizm əlamətləri müşahidə olunurdu. Bildiyiniz kimi Xurşidbanu Natəvan İbrahim Xəlil xanın qızı olmuşdu və onu xan qızı adlandırırdılar. O eyni zamanda bədii tikmə ustası, xəttat və rəssam idi və eləcə də hətta Xurşidbanu Natəvan şeirlər də yazırdı. Şeirlərin əlyazmalarından ibarət albomunda 80-ə yaxın rəsm var idi.
19-cu əsrdə Azərbaycanda xalq kukla teatrının tamaşaları geniş yayılmışdı. Bu tamaşalarda məişətdəki qarşıdurmalar gülüş hədəfi idi. Milli teatrın əsasının qoyulması Azərbaycan mədəni həyatında mühüm hadisə oldu. 1873-cü ildə Bakı Real məktəbində Mirzə Fətəli Axundzadənin Sərgüzəşt Vəziri Xan Lənkəran pyesinin tamaşası göstərilir. Tamaşanı yaradanlar Həsən bəy Zərdabi və onun şagirdi Nəcəf bəy Vəzirov olmuşdu. Rolları həmin məktəbin şagirdləri ifadə edirdilər. Bu müsəlman şərqində ilk teatr tamaşası idi. Bakı Teatr Həvəskarları qrupu 1883-cü ildə peşəkar qrupa çevrilir və həmin ildə Hacı Zeynalabdin Tağıyev onlar üçün teatr binası tikdirir. Kapitalist münasibətlərin inkişafı nəticəsində Bakıda əhali sürətlə artıb böyüyürdü. Qala divarlarından kənarda Çəmbərəkənd, Dağlı məhəlləsi, Quba meydanı adlandırılan yeni məhəllələr yaranırdı. Körtəbii şəkildə tikilən bu məhəllələrin sakinlərinin çoxu Bakı kəndlərindən, Xızıdan və yaxın ərazilərdən iş tapmaq üçün şəhərə üz tutanlar idi. Yəni aşağı təbəqə idi, yaxşı yaşayış şəraitinə gücləri çatmadığı üçün Bakı ətrafında belə yaşamaq üçün özlərinə yer salırdılar. Yaranmış vəziyyət quberniya mərkəzi olan Bakının yeni planlaşdırılmasını tələb eləyirdi. Çünki Bakının qala içi də içi şəhər idi. Qala kənarında da bu cür yaşayış məhəllələri salınmışdı. Ona görə də bunu planlaşdırmaq lazımdır. Bu işi Bakının ilk memarlarından sayılan Qasım bəy Hacıbababəyov həyata keçirdi. O deməli Bakının relyefini, topoqrafiyasını nəzərə alır və şəhərin yuxarı hissəsini teraslara bölüb küçələri pilləvari şəkildə planlaşdırır. Qasım bəyin layihəsinə Avropadan gələn memarlar heyran qalmışdılar və içəri şəhərdən kənarda inşa edilən meydanın tikintisini də həyata keçirmişdi. 1898-ci ildə İosif Qoslavskinin layihəsi üzrə Hacı Zeynalabdin Tağıyev müsəlman qız məktəbi inşa etdirməyə başlayır. Binalar içərisində Deburun evi, yəni indiki Milli İncəsənət Muzeyi diqqəti cəlb edirdi. 100 illiyin sonunda şəhərdə mənzil tikilisi geniş miqyas alır. Bu dövrün görkəmli digər bir memarı Zivər bəy Əhmədbayev olmuşdu. Bakıda varlı adamların, milyonçuların artması şəhərdə bir-birindən gözəl binaların inşa edilməsinə gətirib çıxardı. Çünki bir-birlərinə yarışaraq belə çoxlu binalar tikirdilər. Avropadan Bakıya dəvət edilmiş memarlar milli və Avropa arxitekturasını uzlaşdıraraq bir-birindən gözəl incilər yaradırdı. Şimali Azərbaycanda Rus şəhərsalma mədəniyyətinin təcrübəsi yayılırdı. Bakı, Şamaxı, Naxçıvan, Gəncə Rus hərbi mühəndisləri tərəfindən tərtib olunan planlar bu şəhərlərin gələcək hazırlanacaq planlarının başlanğıcı olur. İlk baş plana əsaslanaraq həyata keçirilən daha erkən şəhərsalma tədbirləri Şamaxı şəhəri ilə bağlı idi. Yəni ilk plan Şamaxıda həyata keçirildi. Bu dövrdə şəhərsalma və memarlığın inkişafının başlıca xüsusiyyətlərindən biri tikintidə plan, kompozisiya və bədii memarlıq elementlərindən istifadə olunması idi. 19-cu əsrin son rübündə Bakıda neft sənayesinin inkişafı əhalinin buraya axınına səbəb olur. Bununla əlaqədar şəhərin ətrafına köhnə Bakının hüdudlarından kənarda neftçi fəhlələr üçün qəsəbələr salınmağa başlayır. Neft sənayeçisi Murtuza Muxtarovun Mərdəkanda evi, indiki Dendrologiya bağı Bakı barlarının şəhərkənarı villalarının tikintisinin başlanğıcı qoyulur. Bakılı sahibkarlar özləri üçün dəbdəbəsi və memarlığı ilə fərqlənən binalar tikdirirdi. Cənubi Azərbaycanda təhsil. Qacarlar dövlətinin tərkibində qalan Cənubi Azərbaycanda mədəniyyət və təhsil sahəsində dəyişikliklər ləng gedirdi. Təhsil əvvəllər olduğu kimi yenə də məktəb və mədrəsələrdə, yəni din üstündə qurulmuşdu. 19-cu əsrin ikinci yarısında yaradılan Təbriz Dövlət Mədrəsəsi təhsil sahəsində mühüm yenilik sayılırdı. Dövlətin təsis etdiyi bu yeni tipli məktəb proqramına ilk dəfə olaraq həndəsə, tibb, hərbi dərslərlə yanaşı fransız dili də daxil edilmişdi. Yəni dünyəvi dərslər daxil edilmişdi. Cənubi Azərbaycanda təhsil sahəsində Mirzə Həsən Rüşdiyyənin böyük əməyi olmuşdu. O vətən dili, ana dili dərsliklərini hazırlamışdı. Bu dövrdə yüksək istedadı ilə seçilən qabaqcıl ziyalılar Mirzə Əbdürrəhim Talıbov və Zeynalabdin Marağayi əsərləri ilə Cənubi Azərbaycan ədəbiyyatına yeni tipli bədii nəsrin əsasını qoyur.